Yaxın gəlin. Diqqətlə qulaq asın. Vacib bir xəbərim var, çox vacib. Mahnı olmaq istəyənlər. Harda? Onu deyəcəm. Deməli, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul elan müsabiqəsi elan edir. Mahi elan edir, belə deyək. Müsabiqədə ali və ya orta ixtisas yaxud tam orta təhsili qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmətin tam başa vurmuş 26 yaşa dək boyu 1.85 sm və ondan hündür idman cüssəli cin kimi oğlanlar. Əvvəllər özü və yaxınları, qohumları məhkum olunmamış paytaxtın Qaradağ, Respublikanın Ucar, Göyçay, Goranboy, Yevlax, Bərdə, Ağdaş, Siyəzən, Şabran və Xaçmaz rayonlarında qeydiyyatda olmaqla yaşayan, hərbi xidmət keçmə haqqında istiqamətə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikası kişi cinsi vətəndaşları iştirak edə bilərlər, əziz dostlar. Deməli, ali təhsilli, xarici dillərdən hər hansı birini bilən və kompüter avadanlıqları ilə işləmək qabiliyyətinə malik vətəndaşlara üstünlük veriləcək. Buyurun. Yolunuz açıq olsun, xidmətdə uğurlar arzu edirəm sizə.